İstanbulun Ümraniyə rayonunun Çakmaq məhəlləsində Alimdağ küçəsində yerləşən iş yerinə səhər saatlarında kaska taxmış naməlum şəxs tərəfindən əl qumbarası atılıb. Şübhəli şəxs hücumdan sonra sürətlə hadisə yerindən uzaqlaşıb. Qumbara partladıqdan sonra iş yeri sahibi yüngül xəsarə qalıb, dükan isə zərər görüb. Hadisə barədə məlumat verildikdən sonra əraziyə polis və təcili tibbi yardım briqadaları göndərilib. Polis ətrafda təhlükəsizlik tədbirləri görüb, xəsarət alan iş yeri sahibi isə səhiyyə işçiləri tərəfindən ayaqüstü müalicə edilib. Hadisənin görüntülərində kaskalı şübhəlinin bir müddət iş yerinin qarşısında dayanıb, əl qumbarasını ataraq qaçdığı və partlayışdan sonra ətraf sakinlərinin yaşadığı təşviş anları əks olunub. Ne yapıyorsunuz? Görüntüyü alıyoruz. Attı. Kaçtı bak. Attı kaçtı. Hı. Kaçan. Bir daha girdi. Adamı kurtarmaya girdi. Adamı kurtarıyor. İçeride adam var ya. Ən son yeniliklərdən xəbər tutmaq üçün kanalımıza abunə olub, bildirişləri açmağı unutmayın.